Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala nebiyyina Muhammedin ve ala alihi ve sahabetihi ecma'in. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefqahu qavli amma ba'd. Möhtərəm qardaşlarım, ən birinci özümə, sonra isə Allah Taala'dan haqq olan təqva ilə qorxmağı nəsihət edirəm. Çünki haqq olan təqva Allah Taala'dan gizlində və aşkarda qorxmaq deməkdir. Çünki Allah Taala'dan münafiqlər də aşkarda qorxurlar. Amma gizlində Allahdan qorxmaqsa çətindir. Və gizlində Allahdan qorxmaqsa, gərək insan öz dinində sadiq olsun ki, Allah da o lütfü, o neməti ona bəxş etsin. Və bugün qardaşlarım, bildiyimiz bir məsələyə toxunmaq istəyirəm. Hansı ki, təbii ki, o da təqvadandır və təqvaya aparan əməllərdəndir. O da kişinin qısqanclığıdır. Kişidə olan qısqanclıqdır. Və bu da heybətdən irəli gəlir. Allah Teala kişilərə heybətli olmağı əmr edib. Yəni, bir növ ciddilik. Təbii ki, Allah Resulü gülərdi də, təbəssüm edərdi. Və Allah Resulü hətta sahabilərlə zarafat edərdi təbii ki. Amma hər şeyin təbii ki, öz yerində. Və Allah Teala'nın kişilərə, müsəlmanlara əmr etdiyi şeylərdən də biri də qısqanclıqdır. Və hətta Peyğəmbərimiz Muhammed sallallahu aleyhi ve sellem buyurdu ki, dəyyus, yəni qısqanmayan, öz qadını xüsusilə də, həyat yoldaşını, zövcəsini, xanımını qısqanmayan cənnətə girməyəcək. Və bugün təəssüf olsun ki, nə qədər şeylər görünür ki, artıq qısqanclığın bəzi insanlarda demək olar qalmadığını göstərir. Hətta hərdən bir qövmün içində olan günahlar, bir qövmün içində çoxalan günahlar ola bilsin ki, oradakı müsəlmanlara da təsir göstərsin. Və dəyyusluq, yəni kişinin öz qadını qısqanmaması, kişinin ola bilsin ki, əməllərini puç eləsin, yəni heç eləsin. Çünki nə qədər əməllər var ki, kiçik bir xəta ilə ola bilsin ki, silinsin və getsin. Və bəli, insan xəta eləyəndir, insan naqisdir, insan günahkardır. Amma bir insanın xətası onun kişiliyində, onun qeyrətində, onun dinində, xüsusən də bəzi məsələlərdə olmamalıdır. Müsəlman orada xəta eləyə bilməz. Subhanallahil-azim, həqiqətən qəribədir. İnsan öz ayaqqabısını qısqanır. Sən istəmərsən ki, sənin ayaqqabı səndən başqası geyinsin. İnsan öz geyindiyi paltarını qısqanır. Öz paltarını kiməsə vermirsən ki, kimsə sənin paltarını geyinsin. Versən də onu yaxından tanıdığın birinə verərsən, ya o paltarsız olmalıdır yazığın gələr, ürəyindən kəsə verəsən. Yəni pulun yoxdur ona təzə paltar almağa, ona görə verəsən. Amma belə tanımadığın heç öz paltarını vermərsən ki, geyinsinlər. İnsan öz əşyalarını qısqanır. Amma bugünkü gündə ümmətin kişiləri öz qadınlarını qısqanmır. Yəni bir qadının artıq bir ayaqqabı qədər də dəyəri qalmayıb. Çünki qadın qısqanılmırsa daha doğrusu, artıq bu demək ki, qadının qiyməti yoxdur. O kişinin gözündə, o kişinin həyatında o qadının qiyməti yoxdur. Axı qadın dindir. Qadın bir insanın hər şeyidir, yarısıdır. Dininin yarısıdırsa, demək özünün hər şeyidir. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurdu, axı, evlənməyə əmr elədi. Və evlənməyə əmr etdikdən sonra axı Allah Resulü buyurdu ki, evliliyi dinin yarısıdır. Qalan yarısını da Allahdan qorxsun. Yəni, qadın dinin yarısıdır. Sənin etdiyin ibadətlərin yarısı odur. O sənə köməkçidir, o sənə dəstək olandır, o sənə yardımçındır. Hələ bu dinində yarısıdırsa, bəs dünyanda ola bilsin ki, hər şeyindir. Ola bilsin ki, o Allah Taala'nın sənə bəxş etmiş olduğu ən böyük nemətlərdən biridir. Və fərzlə sən də onu qısqanmırsan. O geyindiyi paltarlarına görə, o necə çıxır çölə, necə çıxmır və sən onu qısqanmırsan. Və adını da qoyublar, mən ona güvənirəm. Güvənmək başqa şeydir. Təbii ki, kişi öz qadınına güvənir. Güvənmək başqadır. Şəriət bizə yetkinlik yaşına çatmış bacı və qardaşın yataqlarını ayırmağa əmr edib. Bir sual var, düşün, fikirləş. Hansı qeyrətli qardaş öz bacısına pis gözlə baxar? Məgər Peyğəmbər sallallahu aleyhi ve sellem əmr etdikdə ki, yetkinlik yaşına çatmış bacı ilə qardaşın yataqlarını ayırın. Bu o deməkdir ki, müsəlmanlar qeyrətsizdir. Yoxsa müsəlman qızlar namussuzdur mu? Bu kişilərin qeyrətsizliyi və qadınların namussuzluğu demək deyil. Əksinə, insan həmişə Allah Teala ümumiyyətlə dini, İslam dini ehtiyatların üzərində qurulan bir dindir.
Ehtiyatların üzərində qurulan bir dindir. Hətta ticarətin özündə də belə. Allah Teala buyurur ki, borc alanda yazın. Yəni şahid tutun. Şahid olmasa yazın. Vallahi o borcu verməyəcək. Yəni yalançı, fırıldaqçı, kəzzəb qaçacaq. Verməyəcək qardaşım. Amma sənə lazım olan ehtiyatını götürməkdir. Və verənsə, yəni əhdinə sadiqsə, vallahi yazmasan da verəcək onu. Hətta Allah Teala buyurur ki, nəqd etdiyiniz ticarətləri yazmaqda da sizə fayda var. Və ayənin sonunda. Yəni İslam dini ehtiyatların üzərinə qurulan bir dindir. Bugün bir kişinin qadını evdən çölə çıxardarkən açıq-saçıq geyinməsinə qadağan qoyması o qadının, üzr istəyirəm, yəni həyasızlığı demək deyil. O demək deyil ki, qadın çölə bağlı çıxırsa, bağlandırıb qadını, yəni hicab geyindirib qadını çölə çıxardırsansa, o demək deyil ki, bu sağlam qalacaq. Və açıq-saçıq çıxsa xarab olacaq. Yox. Necə ki, bacı ilə qardaşın çarpayısına ayrılmaqda məqsəd nə idisə, burada da kişinin öz qadını qısqanmaqda məqsəd odur. Həm də ağıllı bir insan özünün olduğu şeylərin qədir qiymətini bilər və onları mənimsəyər və onları qoruyar. Necə ola bilər ki, qadın kimi böyük bir nemət qorunmasın? Necə ola bilər ki, qadın kimi əzəmətli bir nemət İslam dini içində? Təbii ki. Kafirlərə belə şey yoxdur. Kafirlər hər şeyə belə adi baxırlar. Məsələn, biraz yaxından baxanda görürsən, öz itinin qədir qiymətini qoruyur, saxlayır. Amma qadını kim əlindən tutdu, kim götürdü, apardı, qaçsa heç vezinə deyil. Amma itini qoruyub saxlayır. Yəni, it qədər qədir qiyməti yoxdur kafirlərin içində qadınların. Amma biz müsəlmanıq. Allah Teala axı bizim qəlbimizə heybət deyilən bir əzəmətli bir şey qoyub. Amma o heybət itə bilər. Çünki Allah Resulü Muhammed sallallahu aleyhi ve sellem hətta nəinki heybəti, hətta imanın itməsini xəbər etdi. Allah Resulü buyurur ki, möminlər yatacaqlar gecələr mömin kimi və kafir kimi oynayacaqlar. Bu deməkdir ki, böyük nemətlər də hərdən bir göz qırpımında itə bilər. Və heybət də böyük nemətlərdən biridir. Əgər iman kimi bir əzəmətli nemət insandan bir gecədə qalxa bilərsə, uzaqlaşa bilərsə, tərk edə bilərsə insanı, amma heybət kimi nemət insanı tərk edə bilər. Əgər bir kişinin heybəti olmasa, bir müsəlman kişinin heybəti olmasa, artıq onun hətta dinində ibadət etməsinin belə ola bilsin ki, ona bir faydası olmayacaq. Subhanallahil-azim. Fərzlə bir insanın necə qədir qiyməti olsun ki, öz qadınının geyim keçiminə, öz qadınının danışığına, öz qadınına kimlər baxır, kimlər baxmır, onun vecinə belə deyil. Sənin başqa ibadətlərinin sənə faydası olsun ki? Sən öz qeyrətini qoruya bilmədin. Allah Taala'nın sənə əmr etdiyi, hansı ki qorumağı əmr etdiyi qeyrətini qoruya bilmədin. O zaman ki, Məryəm əleyhissalama Rəbbi vəhy etdi övladının olmasını. Məryəm əleyhissalam dedi ki, axı mənə heç kim toxunmayıb. Və Allah Taala buyurdu ki, Cibrillə vəhy göndərərək ki, Allah istədiyinə ol deyir, bu da olur. Subhanallah, iffətli qadını görürsən necə olur? İffətli qadın hətta Rəbbindən ona gələn sözdən qarşısına təəccübləndi. Baxmayaraq ki, o bilirdi ki, bu söz deyən Rəbbidir. Yəni Cibril Rəbbindən gətirmişdi o vəhyi. Hətta o sözün qarşısına təəccübləndi ki, axı mənə toxunmuyor bir insan. Yəni öz saflığına əmin idi. Məryəm əleyhissalam. Ona görə bugün qadınlar da həmçinin. Çünki hərdən ola bilər ki, elə bir qadın olsun ki, onun başının üstünə hansısa bir kişi olmasın. Amma onun üstündə Rəbbi var. Bir qadın öz ərinə görə, öz atasına görə, öz qardaşına görə və yaxud da öz nəslinə, nəcabətinə görə bu şeyləri, həyasını qorumamalıdır. Birinci Rəbbinə görə qorumalıdır. Çünki onlar olmaya da bilər. Bir qadının həyatına ona məhrəm olan, yəni ona halal olan heç bir kişi olmaya da bilər. Nə qədər elə qadınlar var. Amma o Rəbbi var. Onu həmişə görən, onu həmişə izləyən Rəbbi var. Necə ki Allah Taala öz peyğəmbərinə Muhammed sallallahu əleyhi və səlləmə bu sözləri nazil etdi öz kitabında. Sən səcdə edənlərin içində olduqda o səni görür. Subhanallah, minlərlə, milyonlarla insan səcdə elədiyi anda da belə Rəbbin səni orada da görür. Sən təksən, sən cütsən, fərq eləməz. Allah səni görür. Ona görə elə qadınlar var ki, vallahi heç bir üzərində nə kişi var, nə onu qoruyan var və o qadınların adlarının qarşısında yaxşı insanlar, xeyirli insanlar birsiz nə deyirlər? O qadınlar deyirlər ki, filankəs qadın kişi kimidir. Bu onu göstərir ki, kişi sifəti təkcə kişi aid deyil. Düzdür, kişi aiddir əslən. Amma hərdən kişi kimi olan qadınlar da var.
Baxmayaraq ki, nə qorxacağı bir yer var. Baxmayaraq ki, nə çəkinəcəyi bir yer var. Nə də hər hansı bir sual soruşacaq bir yeri var. Amma öz iffətlərini, öz həyalarını qoruyurlar. Sanki ətrafında öz əri gəzir, öz atası gəzir, öz qardaşı gəzir. Amma subhanallah, bu gün nə qədər qadınlar var ki, öz ərinin, atasının, qardaşının yanındaykən elə gəzirlər ki, sanki ətrafında heç kim yoxdur. Və ən müsibətlisi isə, ən dəhşətlisi isə buna icazə verən kişilərdir. Yəni kişi deyil, bayaq ki, kişi sözü qəsd olunmur. Yəni belə qadın cinsinin əksi olan kişi. Ona görə də Allah Taala'nın bizə vermiş olduğu, bəxş etdiyi nemətlər var. Hansı ki, biz bugün o nemətlərə görə fəxr edirik. Biz o nemətlərə görə başımızı dik tuturuq. Biz o nemətlərə görə Allah'a həmd edirik, ya Rab, sənə həmd olsun ki, o bizdə var. Amma vallahi və billahi, Allah Resulü bəd verib ki, o gedə bilər. Ona görə nə varsa onu həmd eləmək lazımdır. Ona görə bir müsəlman əlində olanlara şükr etmədikcə Allah onda olmayanları ona artırmayacaq. İnsan əlində olanlara şükr etmədikcə, əgər bir insan öz qeyrətinə görə Allaha şükr etmirsə, əgər bir insan öz heybətinə görə Allaha şükr etmirsə, əgər bir insan öz qapısındakı, öz evindəki həyalı, iffətli qadınına görə Allaha şükr eləmirsə, Allah onda olanlara, olmayanlara ona bəxş etməyəcək. Əncisi insan qədrini bilməlidir olar. Müsəlman, Allahdan qorxan, xüsusilə də bu qədər fitnələrin içində özünü sələfə nisbət edən bir müsəlman əlində olanların qədir qiymətini bilməlidir ki, Allah da çoxaltsın. Əgər istəyirsənsə ki, Allah səndə olan nemətləri sənin üçün çoxaltsın. Və qardaşlar, bu qısa bir xatırlatma idi. Bir kişinin heybətin nə qədər qədir qiymətli olmasına və gələn heybətin gələndən sonra başqa şeylərin belə qədirsiz qiymətsiz olmasına bir nümunə idi. Və həmçinin də bu bir nümunə idi ki, qadın özü də əri olmasa da, kişilər olmasa onun ətrafında məhrəm olan kişilər yenə də özünü qoruyub saxlamalıdır. Və son olaraq da Allah layiqdir ki, bizə kifayət edən odur ki, Allah layiqdir ki, biz onun nəzərlərinin önündə ondan qorxaraq yaşayaq. Həm gizlində, həm də aşkarda. Allah Taala'dan istəyirəm ki, ölkəmizə əmin-amanlıq deyərləsin, öz rəhbərimizi qorusun, rəhbərimizin ətrafını qorusun, öz ordumuzu qorusun. Və Allah Taala'dan istəyirəm ki, bizim heybətimizi, bizim qeyrətimizi və qadınlarımızda olan iffəti, həyanı çoxaltsın. Və Allah Taala bizə nə qədər nemətlər verib, o nemətlər ki, onları biz hiss edirik, görürük. Və ola bilər bəzi nemətlər var ki, biz onları çoxdan unutmuşuq və heç onları yada belə salmırıq. Və Allah Taala'dan istəyirəm ki, həmin o nemətlərə bizə şükür eləməyi nəsib eləsin, vəffəq eləsin. Və bizdə olmayanları bizim üçün artırsın. Allah ölkəmizi qorusun, Allah ordumuzu qorusun və Allah Taala olan hər bir şeyi müsəlmanların xeyrinə çevirsin. Allah həmzünü bilir. Və sallallahu aleyhi və nebiyyina Muhammedin və alə alihi və sahabetihi ecma'in. Bəli.